Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, əziz abituriyentlər, bu günləri DİM-in son buraxılışı olan 20 sınaq test kitabçasından 9-cu sınağı sizin diqqəti çatdıracağım, izahlar verəcəm. Təbii ki, 3-cü qruplar üzrə 20 sınaq test kitabçasıdır. 3-cü qruplar üzrə 9-cu sınaqdır bu. İzaha keçməmişdən öncə onu qeyd edeyim ki, bu tərzdə videoların və dərs izahlarının, test izahlarının davamını istəyirsinizsə, kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Keçək sınaqların, sualların izahına. Sual 1. 18-ci əsrin sonu və 17-ci əsrin sonu və 18-ci əsrin əvvəllərində Osmanlı dövlətinin ümumi cəhətlərini müəyyən eləyin. Osmanlıda məhdud sultan hakimiyyətinin mövcud olması qısa bir müddətdə olub ilk konstitusiyanın qəbulundan sonra, yəni 1876-cı ildən sonra bir müddət, bir də 1908-ci ildən sonra 1922-yə qədər. Ona qədər sultan hakimiyyəti qeyri-məhduddur. Yəni biz 19-cu əsrdə konstitusiyanın qəbuluna qədər Osmanlıda məhdud sultan hakimiyyəti olmayıb. Bu cavab səhvdir. Səfəvilərlə 17-ci əsrin sonunda müqavilə yoxdur. 18-ci əsrin əvvəllərində də müqavilə yoxdur. Yalnız və yalnız 1732-ci ildə Kirmanşah müqaviləsidir, 33-cü ildə Bağdat müqaviləsidir, 18-ci əsrin əvvəlləri deyil. İkinci rübüdür. Osmanlıda heç vaxt tiyul torpaqlara verilməyib. Tiyul Səfəvilərə xas olan torpaqlardır. Lalə dövrü biz bilirik ki, Osmanlıda 18-ci əsrin əvvəllərindədir, birinci yarısındadır. 17-ci əsrdə Lalə dövrü yoxdur. 17-ci əsrin sonu, 18-ci əsrin əvvəlləri üçün Osmanlının ümumi cəhətləri budur ki, Avropa dövlətlərindən müharibədə məğlub olması. Cavab, üzr istəyirəm, cavab D variantı. İkinci sual. Waterloo döyüşü. Biz bilirik ki, Waterloo döyüşü neçənci ildə olub? 1815-ci ildə Napolyon Bonaparte müttəfiqlərə məğlub olub. Kim idi Napolyon Bonaparte? Fransanın kralı. Demək, hansı dövlət məğlub olub burada? Fransa. Fransa 4-də yerləşir. Cavab C variantı. Üçüncü sual. Fransa İmperatoru 1-ci Napolyonun fəaliyyətinə aiddir. Rusiya çarı 1-ci Aleksandrı məğlub eləyib 1805-ci ildə Austerlitz döyüşündə Avstriya və Rusiya qoşunlarını məğlub edib. 1812-ci il Borodino döyüşündə də Napolyon qalib gəlib. Üslər İttifaqı həmin dövrdə yoxdur. Üslər İttifaqı 1882-də yaranıb. Trafalgar döyüşündə İngilislərin məğlub edilməsi yox, İngilislərə məğlub olub. Avstriya və Prusiya ordularına qalib gəlib. Bəli, Avstriya 1805 Austerlitzdə məğlub edib. Prusiya da 1806-da qalib gəlib və Berlini tutub Müqəddəs Roma İmperiyasının süqutu oradır. Cavab 1-4 D variantı. 5-ə də baxaq. Osmanlıya qarşı Müqəddəs İttifaq Viyana Konqresində yaradıldı 1815-ci ildə. Onda da Napolyon məğlub edilmişdi. Napolyon məğlub ediləndən sonra Viyana Konqresi keçirilir. O da Napolyona aid deyil. Cavab 1-4 D variantı. Dördüncü sual. Rusiya çarı 1-ci Aleksandr və 2-ci Aleksandrın hakimiyyət dövrünə aid ümumi cəhətləri. Məhkəmə islahatının keçirilməsi aid deyil. 2-ci Aleksandrdan məhkəmə islahatı var 1864, amma 1-ci Aleksandrda yoxdur. Osmanlı dövləti ilə müqavilə aiddir. 1-ci Aleksandr Osmanlı dövləti ilə 1812-ci il Ədirnə müqaviləsini imzalayıb. 2-ci Aleksandrda 1878 San Stefano müqaviləsini imzalayıb. Yəni və yaxud da 1856 Paris müqaviləsi, Krım müharibəsi nəticəsində 2-ci Aleksandra aiddir. İkisi də Osmanlı ilə müqavilə imzalayıblar. Aqrar sahədə islahatların keçirilməsi bu da aiddir. 1-ci Aleksandr 1803-cü ildə azad taxtçılar haqqında fərman verib. 2-ci Aleksandrın da 1870-ci il Azərbaycanda, amma Rusiyada isə 1861-ci il kəndli islahatı var, aqrar islahatı var. Bu da oxşar cəhətdir. Cavab oldu 2-3 C variantı. 4-ə baxaq. Fransanın kontinental blokada dekretinə qoşulması. Kontinental blokada Rusiya qoşulub 1807-ci il Tilsit müqaviləsinə. O da 1-ci Aleksandra aiddir. 2-ci Aleksandrda belə şey yoxdur. Cavab oldu 2-3, yəni C variantı. İlk 4 sualın izahını verdim sizə. Keçək indi növbəti sualın izahına. Növbəti sualımız 5-ci sualdır. Sual 5 və sual 6.
Birinci İstiqlaliyyət müharibəsindən fərqli olaraq, Birinci İstiqlaliyyət müharibəsi ABŞ-da nə vaxtı? 1775-83. İkinci İstiqlaliyyət müharibəsi dövründə ABŞ, İkinci İstiqlaliyyət müharibəsi nə vaxtı? 1812-1814. Avropa ölkələrindən böyük dəstək ala bildi. Bu, Birinci İstiqlaliyyət müharibəsindən var. Biz elə hadisə tapmalıyıq ki, İkinci İstiqlaliyyət müharibəsində olsun, birincidə olmasın. Yandırılmış torpaq taktikası Birinci İstiqlaliyyət müharibəsində var. Partizan taktikası birincidə var. İngiltərənin Kanadaya qoşun yeritməsi İkinci İstiqlaliyyət müharibəsinə aiddir. ABŞ-ın İngiltərənin müstəmləkəsi olan Kanadaya qoşun yeritməsi İkinci İstiqlaliyyətdədir. İngiltərənin get müqaviləsi imzalanması da İkinci İstiqlaliyyət müharibəsinə aiddir. Cavab oldu 4-5, yəni D variantı. Sual 6. 20-ci əsrin əvvəlləri Böyük Britaniya. 20-ci əsrin əvvəllərində Böyük Britaniya sənayedə mövqeyinə görə dünyada 3-cü yerdə idi. ABŞ-dan və Almaniyadan geri qaldı, amma 19-da birinci yerdə olmuşdu. 19-un sonu 20-ci əsrin əvvəllərində İngiltərə öz sənaye birinciliyi itirdi, düşdü 3-cü yerə. Amma dünya ticarətində birinci yerdə idi İngiltərə, kapital ixracına görə birinci yerdə idi. Burada ikinci yer yazıb. Kapital ixracına görə bu səhvdir. Axı birinci yerdə idi kapital ixracına görə. London dünyanın maliyyə mərkəzi idi. Hindistanın işğalı bitirilib 1856-cı il, 19-cu əsrin ortalarıdır. Kanadaya dominion hüququ verilib 1867-ci il. Bu da 19-cu əsrin ikinci yarısıdır. Bizdən 20-ci əsrin əvvəllərini soruşur. Xarici siyasətdə Rusiya ilə yaxınlaşdı. Bəli, Antanta ittifaqında 1907-ci ildə Rusiya, İngiltərə, Fransa bir yerdə idi. Cavab oldu 1-5, yəni C variantı. Növbəti sual, yəni 7-ci sual. İbrahim Paşa Osmanlı'nın əvvəlki, ümumiyyətlə İbrahim Paşadan danışır burada. Deyir ki, xəzinənin doldurulmasına daha çox fikir verirdi, amma bu xəzinə doldurulan xəzinə ordu quruculuğuna yox, lazımsız saray xərclərinə xərclənirdi. Deyir ki, Osmanlı dövlətinin mətnində bəhs olunan siyasətə nəyə səbəb oldu? Bu siyasət sonda Osmanlıya qarşı xalq çıxışlarına, üsyanlara səbəb oldu. Elə həmin üsyanların birində Yeniçər üsyanı zamanı 1830-cu ildə 3-cü Əhəmətə devrildi. İbrahim Paşa da vəzifəsindən getdi. Yəni cavab burada olacaq, Osmanlıya qarşı xalq çıxışlarına səbəb oldu. Cavab C variantı. Növbəti suallar 8 və 9-cu suallara indi baxacağıq. Səbəb nəticə əlaqəsinin doğru verildiyi bəndlərə müəyyən. 1. Niştat sözünün imzalanması Rusiya İmperiya adlanmağa başlaması. Bəli, bu düzdür. 1721-ci ildə Niştat müqaviləsindən sonra Rusiya İmperiyaya çevrildi. Bir düzdür. 2. İngiltərədə şanlı inqilabın baş verməsi 1688. Hakimiyyət dəyişikliyin dinc yolu həyata keçirilməsi. Bu da düzdür. Oxuduğumuz 1-2-ci suallar, fikirlər düz olduğu üçün cavab olacaq 1-2 B variantı. Üzürlü hesab edeyim, biraz məndə səsimdə problemlər olur. 9-cu sual. Krım müharibəsindən fərqli olaraq 1-ci Balkan müharibəsi nəticəsində. Krım müharibəsi nə vaxt olub? 1853-56. 1-ci Balkan müharibəsi nə vaxt olub? 1912-13. Bizdən Krım müharibəsindən fərqli olaraq 1-ci Balkan müharibəsini soruşur. Osmanlı, İngiltərə, Fransa ilə yaxınlaşır Krım müharibəsində. Bu Balkan müharibəsinə aid deyil. Yekun olaraq London müqaviləsi imzalandı Balkanda. Bu düzdür. Osmanlı və Rusiya orduları qarşılaşdı. Balkanda belə şey yoxdur. Balkan dövlətləri ilə müharibə. Osmanlının Avropada hakimiyyətini başa çatdı. Bəli, 1-ci Balkan müharibəsinə əsas Osmanlı Avropa torpaqlarının böyük hissəsini itirdi. Bir dənə Frakiyanın kiçik bir hissəsi qaldı, İstanbul qaldı. Qalan bütün torpaqlarını itirdi. Və Avropada hakimiyyəti bitdi Osmanlının 1-ci Balkan müharibəsi nəticəsində. Cavab oldu 2-4, yəni Y variantı. 8 və 9-cu suallardan sonra gəlir 10-cu sual. Eyler-Venn diaqramı, Taipinlər hərəkatı, sipahilər üsyanı. Zorla xristianlaşdırma siyasətinə qarşı baş verməsi sipahilərə aiddir. Sipahilər üsyanı nə vaxtdır? 1857-59. Taipinlər nə vaxtdır? 1850-1864. Hərəkatı əsgərlərin, sipahilər üsyanı əsgərlərin üsyanıdır. Belə gedir 2-yə. Üsyançıların öz dövlətlərini qurması. Taipinlər Taiping-Tiango adlanan bir dövlət yaratmışlar. Səmavi rifahi dövlət. Hərəkatın müstəmləkə zülmünə qarşı baş verməsi D variantı ortaya gedir. Qadınlarla kişilərin bərabərliyin verilməsi bu da Taipinlərə aiddir. 1CY, 2AB, 1CY, 2AB, 3D. Cavab oldu C variantı. Növbəti
11-ci sual. 11-12. 1813-cü ildə ordusu müttəfiqlər tərəfindən 1813 xalqlar döyüşüdür, Leipzig döyüşüdür. Həmin döyüşü ordusu məğlub edilən dövlət Fransadır. Yenə cavab burada Fransa olacaq, A variantı. 19-cu əsr 70-ci illər Osmanlı və 80-ci illər Yaponiya tarixinə də oxşar cəhət. Demək uşaqlar, burada cavab D variantı gözümə toxundu. Konstitusiya monarxiyaya çevrilməsi cavab deyirəm sizə. 1876-cı ildə Osmanlıda konstitusiya qəbul edilir və Osmanlı konstitusiya monarxiyaya çevrilir. 1887-ci ildə Yaponiyada konstitusiya qəbul edilir və Yaponiya konstitusiya monarxiyaya çevrilir. Demək, konstitusiya monarxiyaya çevrilməsi hər ikisi üçün verilən tarixlərdə oxşar cavab olacaq. Cavab oldu 12-ci sualda D variantı. 13 və 14-cü suallara baxaq. Marna döyüşü. Bu döyüş 1914-cü sentyabrında oldu və hamı bilir ki, bu döyüş nəticəsində ildırım sürətli müharibə planı, yəni Schlieffen planı iflasa uğrayıb. Cavab olacaq D variantı. Almaniyanın Schlieffen planının iflası. Başqa cavablar da yazmaq olardı burada. Verilə bilərdi ki, Almaniya şərq və qərb cəbhəsində hər iki cəbhədən müharibə aparmaq məcburiyyətində qaldı. Yəni, bu cavabı da verə bilərdi. 14-cü sual. Tezli sülhünə görə Rusiya. Tezli sülh nə vaxt imzalanıb? 1807-ci ildə. Bu müqaviləyə əsasən Rusiya ilə Fransa arasında imzalanıb. Napoleonla Rusiya İmperatoru 1. Aleksandr arasında. Bu müqaviləyə əsasən Rusiya İngiltərəyə qarşı kontinental blokadaya qoşulmalı idi. Yəni cavab oldu D variantı. 15-ci sual. Uyğunluq gözlənilmişdir. Rusiya çarı 1. Pyotr müttəfiq əlqə saxlayırdı. Səfəvə hökmdarı təminat 1-ci Səlması 16-cı əsrdə hakimiyyətdə olub. Orada Pyotr yaşamayıb o dövrdə. B variantı. Hərb tarixində ilk dəfə qumbaraçılar ocağı təşkil etmişdi Sultan 1. Mahmud. Bəli, cavab düzdür. Sultan 1. Mahmud hakimiyyətdə olub 1730-1754-də. Onun əmri ilə Paşa Əhməd Paşa, əsl adı Bonnevil'dir, fransızdır. Həmin o Bonnevil Napoleonu Misirdə məğlub eləyən, Napoleon demişdi, bu qoca paşanın qabağında mən məğlub oldum. Həmin şəxs Əhməd Paşa. O Əhməd Paşaya qumbaraçı dəstələr yaradıb. O qumbaraçı dəstəsi də 1. Mahmudun əmri ilə hazırlandığı üçün B variantı doğru cavab olacaq. 16-cı sual. Konqresin vətəndaş müharibəsindən sonra konstitusiya etdiyi ilk dəyişikliyə görə, bu birinci vətəndaş müharibəsindir. Konstitusiyaya vətəndaş müharibəsindən sonra ilk dəyişiklik 1866-da edilib. Bu dəyişikliyə əsasən qaradərilər, ağdərlərlə bərabər mülki və siyasi hüquqlar əldə ediblər. Cavabı baxaq görək, varmı belə? Bəli, cavab C variantıdır. İrqindən asılı olmayaraq mülki və siyasi hüquqlara sahib oldular. Həmin vətəndaşlar, ABŞ vətəndaşları irqindən asılı olmayaraq mülki və siyasi hüquqlara sahib olurlar. Məhz 1866-cı ildə edilmiş əlavəyə və düzəlişə görə. Cavab C variantı oldu burada. Keçək növbəti suala, yəni 17 və 18-ci suala. Birinci Dünya müharibəsi ərəfəsində, uşaqlar çaşdırırlar bunu, ərəfəsi, yəni müharibədən qabaq, Böyük Britaniya tarixinə aiddir. Hindistanın işğalının bitməsi 1856-dır, bu 19-cu əsr getdi. Cənubi Afrika İttifaqı adlı dominiya yaradılması 1910-dur. Birinci Dünya müharibəsindən əvvəldir uşaqlar. Görürsünüz, 1910 ərəfədir. 2 düzdür. Xarici siyasətdə Rusiya ilə yaxınlaşması. 1907-ci il Antanta müqaviləsi imzalanmışdı. Antanta İttifaqı qurulmuşdu. Antanta İttifaqında Fransa Rusiya ilə bir yerdə idi. Çinin yarım müstəmləkəyə çevrilməsi 1842-ci ildə 1-ci Tiraj müharibəsi nəticəsində imzalanmış Nankin sülhü iləndir. Bu 19-cu əsrdir. Hindistanın işğalının bitməsi 1856-dır. Bu da 19-cu əsrdir. 19-cu əsrdə şərhçılar 1-ci Dünya müharibəsi ərəfəsində ola bilməz. Cavab oldu 2-3, yəni A variantı. 18-ci sual. Şimal müharibəsi dövründə Şimal müharibəsi neçənci illərə əhatə edir? 1721. Bu illərdə nə baş verib? Şeyx Mənsurun Alda döyüşündə ruslara qalib gəlməsi 1785-dir. Şimal müharibəsi onda yox idi. Osmanlı dövlətində Lala dövrünün islahatları irəli sürüldü. 1718-ci ildə Əhməd Paşanın 3-cü Əhməd, demək, Sultan 3-cü Əhməd İbrahim Paşanı baş vəzir təyin edir. Lala dövrü buradan başlayır. 1718-dən. 1718-də Şimal müharibəsinə uyğun gəlir. Ona görə cavab oldu B variantı. 18-ci sualın cavabı B oldu. Sual 19. Birinci Pyotrun hakimiyyət dövrünə aid olanları müəyyən edin.
Birinci Pyotrun hakimiyyət dövrünə aid olanları müəyyən edin. Baxacağıq indi. Birinci Pyotr Krım xanlığını işğal etməsi bu səhvdir. Krımı işğal edən 1783-də Ekaterinadır. Osmanlı dövləti ilə müharibə düzdür. 1711-ci Prut döyüşü var. İlk hərbi donanma bu da düzdür. Pyotr tərəfindən yaradılıb. Respospartanın bölüşdürülməsi 1795-dir. Suqutu 2-ci Ekaterina dövrünə aiddir. Poltava döyüşü 1709-da olub. O da Pyotra aiddir. Şimal müharibəsinə aiddir. Cavab oldu 2-3-5. Yəni B variantı. 20-ci sual. Şimal müharibəsinin uyğunluğu müəyyən eləyin. Osmanlı dövləti 18-ci əsrin birinci yarısında, 18-ci əsrin ikinci yarısında. Nadir Şah Əfşarla sülh müqaviləsi imzalanması Nadir Şah birinci yarıda hakimiyyətdə oldu 1747-yə kimi. Və Nadir Şahdan Osmanlı Sultanı 1-ci Mahmud müqavilə imzalayıb. Bu birinci yarıya aiddir. Yassı müqaviləsi 1791-dir. İkinci yarıdır. Özdə Yekaterina dövrü Osmanlıda da ki 3-cü Səlimə aiddir. Viyana şəhərini fəth eləməyib Osmanlı 2 dəfə uğursuz mühasirəyə alıb. Birinci uğursuz mühasirə 1529 Süleymana aiddir. İkincisi ki 1683-ə aiddir. Baş vəzir Mustafa Paşanın rəhbərliyi ilə. Səfəvi hökmdarı Şah Süleymanla dostluq əlaqələrini saxlama. Şah Süleyman hakimiyyətdə olub 1666-1694-də, 17-ci əsrdə, 18-ci əsr deyil. Cavab bir dənə burada oldu A variantı. 18-ci əsrin ikinci yarısı. Səfəvilərlə müharibə. Səfəvilər 18-ci əsrin ikinci yarısında yox idi ki, 1736-da Səfəvilər süquta uğrayıb. Ona görə A getdi. Birinci Mahmudun hakimiyyətə gəlməsi 1730-dur. Birinci yarıya aiddir. B də getdi. Dağılma dövrü. Osmanlı dağılma dövrü 1791-ci il Yassı sülhündən sonra başlayır. Bu ikinci yarıya aiddir. C düzdür. Sultan 3-cü Səlim islahatları da ki, təbii ki, Sultan 3-cü Səlim nə vaxt hakimiyyətə gəlib? 1789-da hakimiyyətə gəlib, islahatları da ondan başlayır. Bu da ikinci yarıya aiddir. 1A, 2C'dir. 1A, 2C'dir. Cavab oldu B variantı. 20-ci sual izahı da bu qədər. İndi keçək 21-ci suala. Osmanlı Sultanı Sultan 3-cü Əhmədin islah keçirməkdən məqsədi. Sultan 3-cü Əhməd biz bir ki hakimiyyətdə olub 1703-30-cu illərdə İbrahim Paşanı özünün baş vəziri təyin edib. İbrahim Paşanın dövründə islahatlar davam edib. Nə idi islahatlar keçirilməsində məqsəd? Osmanlı dövlətinin geriləməsinin qarşısını almaq və sarsılmış qüdrətini bərpa eləmək. Təbii ki, rahat sualdır bu. Suala baxan kimi cavabı tapmaq olur. Cavab oldu A variantı. 22-ci sual. Xəritədə göstərilmiş, ştrixlənmiş ölkənin 18-ci əsr tarixinə aid xüsusiyyəti müəyyən edin. Bu ştrixlənmiş ölkədə İspaniyadır. Baxaq ki, İspaniyada nə baş verib 18-ci əsrdə. İngiltərəyə qarşı müharibədə ABŞ-la ittifaqda olması. ABŞ-da 1775-83-cü illərdə istiqlaliyyət müharibəsi oldu. Baxaq görür 18-ci əsr. Həmin müharibədə ABŞ-nin müttəfiqləri İspaniya idi, Hollandiya idi, bir də Fransa idi. Demək, İspaniya İngiltərəyə qarşı müharibədə ABŞ-yə yardım edib ona ittifaqda olub. Belə oxuduğumuz A variantı bizim doğru cavabımız olacaq. Növbəti suallar 23 və 24-cü suallara baxaq. 19-cu əsrin 60-cı illərinə aid olanları müəyyən edin. Rusiyada burjuva islahatların keçirilməsi aiddir. Məsələn, 1861 kəndli islahatı, 64 məhkəmə islahatı var. Burjuva islahatlardır. ABŞ-da ikinci istiqlaliyyət müharibəsi başlayıb 1812, bitib 14-də. Bu 60-cı illər deyil. Yaponiyada burjuva islahata keçirilməyə başlanması 1868-dəndir. Bu 60-cı illərə aiddir. İngiltərədə birinci parlament islahatı 1832-dir. Bu 30-cu illərdə. Cavab oldu 1 və 3. 24-cü sual. 19-cu əsr ortalarında müstəmləkə zülmünə qarşı azadlıq hərəkatları baş verib. Bu hərəkatlar İngiltərə tərəfindən yatırılmışdır. 19-cu əsrin ortalarında. Cavablardan biri Çindir. 1850-64-də Tayfinlər üsyan olmuşdu. Tayfinlər üsyan yatırılmasına İngiltərədə, Fransada, ABŞ-da iştirak edib. Çinə aiddir. İkinci cavab isə Hindistandır. Hindistanda 1857-59-cu illərdə sipahilər üsyan olub. Sipahilər üsyan yatırılmasında demək, təbii ki, Hindistan İngiltərənin işğalı altındaydı. İngiltərə tərəfindən bu üsyan yatırılıb. Cavab oldu 1 və 2. Çin və Hindistan. 25-26-cı suallara baxaq indi. Osmanlı və Fransa dövlətlərinin 19-cu əsr tarixinə aid oxşarlıq.
Çar 1-ci Aleksandrın dövründə Rusiya ilə müharibə aparmaları. Bəli, bu düzdür. Osmanlı 1-ci Aleksandr dövründə 1812-ci ildə Buxara sülhü ilə bitən müharibəni aparıb. Fransadakı 1-ci Aleksandrı Borodino döyüşündə məğlub edib 12-ci ildə, 5-ci il Austerlitz döyüşündə qalib gəliblər. Bu düzdür. Tigəş müharibəsində Osmanlı iştirak eləməyib. ABŞ-yə qarşı İngiltərə ilə Osmanlı müttəfiq olmayıb. Antanta dövlətlərinə qarşı müharibə aparmaları bu 1-ci Dünya müharibəsindədir. Özü Fransa Antanta ölkəsi idi. Fransa Antantaya qarşı müharibə aparmayıb. 4-də səhvdir. Krım müharibəsinə Rusiyanı məğlub etmələri. Krım müharibəsi nə vaxt idi? 1853-56. Bəli. Osmanlı Fransa ilə və İngiltərə həmin dövrdə müttəfiq idi və birlikdə Rusiyanı məğlub etdilər. Cavab oldu 1-5. Xronji ardıcılığı mənili. İttifaq İttifaqının yaranması 1882. Siparilər üsyanının baş verməsi 1857. Osmanlının Purtda Rusiyanı məğlub etməsi 1711, Napolyon Austerlitz döyüşünə qalib gəlməsi 1805. 1711 ilə başlayırıq 3, sonra 1805 4, sonra 57 2, sonra da 82 1. 3 4 2 1 oldu bizim cavabımız. Baxaq situasiya sualından öncəki son suala. Rahat sualdır. 1-ci Dünya müharibəsi dövrü 1914-cü ildə hansı döyüş olub? Marna olub, Tannenberg olub, Sarıqamış döyüşü başlayıb. Burada Tannenberg'u verib. Cavab B. 1916-da hansı döyüş olub? 16-da Çanaqqala döyüşü bitib yanvar ayında, fevralda Somma döyüşü, fevralda Verden döyüşü olub, iyunda demək Jutland döyüşü olub, iyulda Somma döyüşü olub. Demək Çanaqqalanın bitməsi, Somma, Jutland, bir də ki, Verden döyüşləri. Burada demək, hətta Kütləmara döyüşü də 16-cı ildə, aprel ayında olub. Osmanlılar qalib gəlib. Kütləmara 16-cı ilə aiddir, bir də Jutlandiya 16-cı ilə aiddir. A, C. 1B, 2AC. Sadova döyüşü 1866'dır. Bu Avstriya ilə Prusiya arasında da. Capreto döyüşü ki 1917'də baş verib. Bu 2 ilə aid deyil. D ilə yeni buradan çıxardırıq. 1 oldu B, 2 oldu A, C. Keçək situasiya sualına. Əziz və dəyərli izləyicilərimiz, situasiya sualında Bismarckdan danışır. Yazır ki, birinci sual. Bismarckın mənbədə bəhs edilən nailiyyəti yolunda irəli sürdüyü şüar nə idi? Nailiyyət nədir? Ölkənin birləşdirilməsi. Bismarck ölkənin Almanya ilə birləşdirilməsinin dəmir və qanla ediləcəyi şüarını irəli sürmüşdür. 29-da mənbədə bəhs edilən inqilabın qarşısına qoyulmuş əsas fəsl ikisi. İnqilab, yəni ölkənin birləşdirilməsi. Mənbədə bəhs edilən inqilab Almaniyada burjua inqilabı da 1848-49-cu il müharibədən əvvəlki, yəni Bismarckın ölkənin birləşdirilməsinin əvvəlki inqilabı deyir burada. Həmin inqilabda 2 dənə məqsəd var idi. 1. Feodal qaydalarının ləğv edilməsi. 2. Vahid dövlət yaradılması. Həm Almaniyadakı inqilabın əsas məqsədi buydu, həm də Bismarckın əsas məqsədləri buydu. Ölkəni nə eləmək? Vahid dövlətə birləşdirmək, feodalizmi ləğv eləmək. 30-cu sual nədir? Deyir ki, mənbədə bəhs edilən dövrdə Prusiyanın xəritədə rəqəmlərlə göstərilən ölkədə münasibətləri hansı qaydada nizama salıb? 1. Fransadır. Prusiya Napolyonun başçılığı ilə Fransanın 1870-ci ildə demək Sedan döyüşündə məğlub edib. Yəni hərbi yolla Fransa ilə qaydaya salınıb münasibətlər. 2. Rusiyadır. Rusiya ilə münasibətlər diplomatik yolla, danışıqlarla qaydaya salınıb. Demək, biri aiddir hərbi, 2 aiddir diplomatik. 9-cu sınağın izahı bu qədər. Diqqətinizə görə minnətdaram. İnşallah ki, bu izahlar sizə faydalı olacaq. Çox sağ olun, təşəkkürlər.